Baku Newsas xəbər portalında 22/5/2025-ci il tarixində yayımlanan məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor sərlövhəli məqalədə qeyd edilən məktəb liseyin güya bir qrup müəllimi tərəfindən rəhbərlik haqqında səsləndirilən iddialarla bağlı məlumat əsassız və həqiqətə uyğun olmaması səbəbindən bir qrup xəbər portallarından dərhal silinməsi təmin edilmişdi. Qeyd olunan materialda təqdim olunan iddialar məktəb rəhbərliyinin güya özbaşınalıqları, təzyiqləri və ya qanunsuz fəaliyyəti ilə bağlı bildirilənlər heç bir hüquqi və faktiki əsas daşımır. Bu cür informasiyalar dezinformasiya xarakteri daşıyır və təhsil müəssisəsinin nüfuzuna ciddi zərər vurmağa yönəlmiş məqsədli olub şəxsin təxəyyülündən ibarətdir. Bildirmək istəyirik ki, məktəb liseyin pedaqoji kollektivi arasında qarşılıqlı hörmət, şəffaflıq və peşəkarlıq prinsipləri əsas götürülür. İdarəetmədə bütün qərarlar Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qanunvericiliyinə uyğun olaraq qəbul edilir. Həmçinin xəbərdə istinad edilən bir qrup müəllim ifadəsi qeyri-müəyyəndir və heç bir konkret fakt, ad və sübutla əsaslandırılmayıb. Bu isə yayılan məlumatın qərəzli olmasından xəbər verir. Xəbər portalına məlumatı verən şəxsin məktəb rəhbərinə qarşı şəxsi aqressiyasının olması bu minvalla media resurslarını öz məqsədinə alət etdiyi aparılan araşdırmamızda məlum olub. Bəs bu cür insanların qərəzli verdiyi məlumatların bir daha araşdırmadan dərc edilməməsi üçün müvafiq tədbirlərin media resurslarında tətbiq edilməsi zəruridir. Odur ki, saytımızda dərc edilən məqalənin həqiqətləri əks etdirmədiyi və bu səbəbdən məktəb rəhbərliyinin iş üzvü nüfuzuna vurulmuş zərərə görə üzr istəyir.